tarixin təkrarlanan səhvləri. Niyə keçmişdən dərs almırıq? Əgər kitab əhli, Yahudilər İncili və Quranı, Xristianlar isə Quranı dərindən mütaliə edib dərk etsəydilər, tarixin tozlu səhifələrində buraxdıqları fundamental xətaları aydın şəkildə görərdilər. Çünki səmavi kitablar bir zəncirin halqaları kimi ardıcıl şəkildə nazil edilib. Hər yeni kitab əvvəlki ümmətlərin səhvlərini düzəltmək, yeni nəsilləri təkallahlıq inancı ilə tanış edərək, onları həm imana gətirmək, həm də keçmişin xətalarından sığortalamaq missiyasını daşıyır. Məntiq sadədir. Əgər hər şey öz axarında və doğru qalsaydı, yeni peyğəmbərlərə və kitablara nəyə ehtiyac duyulardı? Quranın elə başlanğıcından Bəqərə surəsinin 40-cı ayəsindən etibarən əvvəlki ümmətlərin büdrədiyi məqamlar və buraxdığı səhvlər geniş şəkildə təsvir olunur. Bu bir təsadüf deyil. Quran bizə keçmişin güzgüsünü tutur ki, öz simamızdakı ləkələri görək. Mesaj aydındır. Oxuyun, anlayın və təkrarlamayın. Lakin bu xəbərdarlıq təkcə keçmişə deyil, həm də sonuncu ümmətə, bizlərə ünvanlanıb. Bəs biz bu acı tarixdən dərs çıxarırıq. Təəssüf ki, tarix yenidən təkrarlanır. Əvvəlki ümmətlərin ən böyük xətası səmavi kitaba insan əli ilə əlavələr etmələri, yəni öz düşüncələrini müqəddəsləşdirib, Allahın kəlamı kimi təqdim etmələri idi. Allah bu təhlükəni Bəqərə surəsinin 79-cu ayəsində sarsıdıcı bir şəkildə bəyan edir. Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazıb, sonra ondan az bir mənfəət, dünya malı əldə etmək üçün, bu Allah tərəfindəndir deyirlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına, qazandıqlarına görə vay onların halına. Bugün kim zəmanət verə bilər ki, eyni senari bizim sıralarımızda baş vermir? Mühəmməd Peyğəmbərin ümməti olaraq, Allahın adından uydurulan və ortaya qoyulan nə qədər müqəddəs cildlərimiz var. Tək fərq ondadır ki, əvvəlkilər bu uydurmaları birbaşa səmavi kitabın mətninə daxil edə bilmişdilər. Bizdə isə bu, hələ tam baş verməsə də, gedişat eyni nöqtəyə, yəni dinin mahiyyətinin, yəni Allahın kəlamının insan sözü ilə əvəzlənməsinə doğru gedir. Əgər bunun qarşısı vaxtında alınmasa, gələcək nəsillər üçün həqiqətlə uydurma arasındakı sərhəd tamamilə silinəcək. Yaxud əvvəlkilərin ritual xəstəliyini xatırlayaq. Bir qurban kəsmək üçün o qədər suallar verib xırdaçılığa vardılar ki, heyvanın rəngini, yaşını və duruşunu bir problemə çevirdilər. Bəs biz? Bugün ritual və ayin məsələlərində eyni ifrata varmırıqmı? Dinin ruhunu, ədalətini və bəşəri dəyərlər mesajını kənara qoyub, şəkli detallarda boğulmuruqmu? Əvvəlkilər nağıllar uydurdular, biz də onlarla rəqabətə girdik. Onlar ədalətdən qaçıb formal rituallara sığındılar. Biz də eyni yolu seçdik. Nəticədə eyni dini min bir parçaya, firqəyə böldük. Parçalanmış hər bir firqə daxilində isə yeni, daha kiçik qruplar yaratmaqda davam edirik. Bu dinin qədrini bilməyin vaxtı çatmadı mı? Tarixin təkrarı olmaqdan çıxıb, həqiqətin özünə qayıtmağımız üçün daha neçə xəbərdarlıq lazımdır? Və yeni bir xəbərdarlıq olacaqmı? Görünən odur ki, xeyr. Çünki sonuncu Peyğəmbər 1400 il bundan əvvəl gəlib və kitabı bizlərə əmanət edərək missiyasını tamamlayıb.